Herkese salam. Bugün sizə ağız yaraları, yəni oral aftadan bəhs etmək istəyirəm. Ağız yaraları xalq arasında çox yayılan bir problemdir. Başda vitamin eksiklikləri və ailəsəl stomatitlər olmaq üzrə çeşidli səbəbləri var. Dəri xəstəlikləri, eyni zamanda bağırsaq xəstəliklərində də çox yayılır və eləcə də bəzi revmatizmal xəstəliklərdə də ağız yaraları çox görülür. Başda Behçet xəstəliyi və qırmızı qurd şərəyi olmaqla bəzi damar iltihablarında da ağız yaraları görülə bilməkdədir. Hansı hallarda ağız yaraları varsa, revmatizmal xəstəliklərdən şübhələnmək lazımdır. Əgər ildə 3 dəfədən daha çox ağırlı və ya çox saylı ağız yaraları varsa, ağız yarası xüsusilə sərt damada isə, o zaman revmatizmal xəstəliklərdən şübhələnmək lazımdır və revmatoloqa baş vurmaq lazımdır. Ağız yaraları tək başına çox vaxt olmur. Onunla bərabər xəstədə eyni zamanda genital bölgədə yara varsa, çeşidli dəri problemləri varsa, oynaq iltihabı varsa və ya gözdə üveyt əlaməti, yəni qızarma, göz görmədə ani itmə və ya görmə itiliyində azalma varsa, o zaman revmatizmal xəstəliklərdən şübhələnmək olar. Əgər dediyim şəkildə sizdə ağız yaraları varsa, o zaman biz revmatoloqa müraciət etməyiniz məsləhət görülür.